Yəni də Rus imperialisti. Bunlar uşaq böyük yox, nənələri də belədir, babaları da belədir. Bunlar alçaqdılar. Girir restorana, o restoranın sahibi mən gürcüdür, mən də başqa millətdəndir də. Deyir oradan şaman var o alçaq. Şaman türk sözüdür. Adını da şaman qoyub. Şamanizm də bizim də babamızın, yəni tanrıçılıqdan gələn bir termindir. Rus özdə şaman deyir. Sən ara, şaman ara, düdük. Sən dalı çəkili, get çəlləkdən zatdan qoyadı o, nə bilim şeydən, bublikdən zatdan qoyadı o. Amma şaman qoyub adını, müğənnidir. Onun bir dənə mahnısı var, ya ruski, ya ruski, ya ruski, belə bir mahnısı var. Girib restorana, deyir o mahnını qoyulmaz. Baxın bu videoya, gibi alçaq gör nə edir restoranda, baxın. Вы куда сейчас голову ответишь? Давай, поставь, я... Отойди, ответь. Сюда. Bak, bak, bak. Ты дурак, что ли? Bıçağı, bıçağına bak. Я тебе сказал, поставь, я русский. По-человечески. Ты не понял. Vuracaqmış bıçağına. Лезь мне в голову. Hop, sağal belə əlindən. Слушай, у меня есть другой нож. Peşen. Так, стоять! Acaba belə vurdu. İstəyək deyir, bu duvara söküb edir, istəyək. Mesela belə bu pis pozada görürsünüz, çıxardırlar bayrağı. Qışqırırdı ki, ay kişi, nə qədər alçaq olmalısan ki. Girəsən xalqın restorana girmirsən də, yiy, çıx get də. Yox, oradan şey qoy, ya ruski qoy. Deyir, yeməyi gedəsən, burada mahnı, musiqi zaq qoymurlar filan oyun bə. O da bıçağı çıxardı ki, sənə dedim ki, gör necə qudurublar bunlar. Hə? Ancaq yumruq. Ancaq. Başqa dil onlar anlamırlar. Çünki çumodlar. Ancaq yumruq.